İkitərəfli münasibətlər kontekstində ölkələrimiz arasında siyasi dialoqun hər zaman dinamik saxlanması, intensiv olması əhəmiyyəti bir daha vurğulandı. Bu ilin aprel ayında Bakı şəhərində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilmişdir və bu gün də həmin bu alətin, həmin bu formatın mütəmadi əsasda, illi əsasda davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. İqtisadi sahədə əməkdaşlığımız barədə danışarkən qeyd etmək istərdim. İlk olaraq iki ölkə arasında bu günləri mövcud olan hüquq müqavilə bazasına nəzər salanda mövcud olan 25 sənəd var. Eyni zamanda bir sıra sənədlər hal-hazırda işlənməkdədir və biz düşünürük ki, yaxın zamanlarda biz əlavə razılaşmaların şahidi olacağıq. 2025-ci il qarşılıqlı ticarət dövriyyəsi baxımından kifayət qədər müsbət olmuşdur. Ümumi ticarət dövriyyəsi 1,8 milyard ABŞ dollarına yaxın bir rəqəm civarında olmuşdur. Ümumilikdə son 30 ili biz 30 illik fəaliyyət dövrünə nəzər salsaq, İsveçrədən Azərbaycana 1,6 milyard, Azərbaycandan İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiyalar edilmişdir. Burada biz kifayət qədər balanslı yanaşmanı müşahidə edirik. İki ölkə arasında iqtisadi münasibətlərin, iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində danışarkən, Birgə İqtisadi Əməkdaşlıq Komissiyanın fəaliyyətini və onun önəmini mən qeyd etmək istərdim və bu ilin payız aylarında komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda bugün fikir mübadiləsi tərəfimizdən aparıldı ki, ya komissiya çərçivəsində və yaxud da ki, ona yaxın olan bir dövrdə biznes qurumlarının, özəl sektorun nümayəndələrinin birgə biznes forumunun keçirilməsi də faydalı hesab oluna bilərdi.